Salam. Dövlət Gömrük Xidmətinin fəaliyyəti daim diqqət mərkəzindədir. Bu qurumun fəaliyyəti ilə bağlı istər sıravi vətəndaşlarda, istər sahibkarlarda həmişə müxtəlif fikirlər səsləndirirlər. Bugün gömrük ilə bağlı aktual məsələləri Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovla müzakirə edəcəyik. İctimai Televiziya və Report İnformasiya Agentliyinə vaxt ayırdığınıza görə sizə təşəkkür edirəm. Xoş gördük sizi. Gəlin əvvəlcə mövcud durumdan danışaq. Fikrincə Azərbaycana hansısa mal gətirmək və ya ixrac etmək gömrük qaydaları baxımından bu gün asandır yoxsa çətin? Ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi üçün hansı addımlar atılır? Sadələşdirilmə ilə nəzarət və təhlükəsizlik arasında qızıl ortanı necə qoruya bilirsiniz? Çox sağ olun verdiyiniz suala görə. Həqiqətən bu sual bir çox hallarda gömrük orqanları qarşısında ünvanlanır və onun cavabı cəmiyyət üçün, ölkə üçün, xarici ticarət iştirakçıları üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan ilk növbədə qeyd etmək istəyirəm ki, əgər biz gömrük tarixinə və iqtisadi nəzəriyyəyə fikir versək, hər bir zaman iqtisadi yanaşmanın əsasında həyata keçirilən siyasətin bir konsepsiyasıdır gömrük tənzimləməsi vasitələri və əsasən tarixində gömrük tənzimləməsi vasitəsilə ticarət münasibətlərində həm tənzimləyici, sadələşdirmə, eyni zamanda qoruyucu tədbirlər həyata keçirilir. Ölkəmizdə də məhz müasir və çağdaş dövrümüzdə gömrük rolunun deməli, mükəmməl əsaslı olması və bunun hansı funksional fəaliyyət həyata keçirməsi bir mənalı sürətdə məlum olmalıdır. Bu nöqteyi nəzərdən qeyd etmək istəyirəm ki, gömrük orqanlarının fundamental fəaliyyəti məhz cəmiyyətin qorunması, eyni zamanda gömrük tənzimləməsi vasitəsilə sərbəst ticarətə mühüm şərait yaradılmasıdır. Bu konsepsiya, bu yanaşma Azərbaycan Respublikasında möhtərəm cənab prezident tərəfindən gömrük orqanları qarşısında müəyyən edilmiş vəzifələr və tapşırıqlar əsasında müəyyən olunur. Çünki ölkəmizin bir çox sahələrində, ümumiyyətlə bütün sahələrdə yeni yanaşmalar tətbiq olunur və bu yanaşmalar daxilində gömrük tənzimləməsi vasitəsilə xüsusi rol tutur və bu baxımdan gömrük xidməti bir sistem olaraq bir qarşısında missiyasını və gələcəyə baxışı müəyyən etməkdən ötəri ilk növbədə möhtərəm cənab prezidentin qarşımızda qoyduğu vəzifələrdən irəli gələrək dəyərləri müəyyən edir. Bu dəyərlər birinci növbədə yeniliklərə açıqlıq, şəffaflıq və dürüstlük, eyni zamanda məmuriyyət səviyyəsinin genişləndirilməsi, xidmət səviyyəsinin daha da yaxşılaşdırılmasına əsaslanır. Əlbəttə ki, bu dəyər əsasında biz proqramlarımızı və strateji yanaşmamızı müəyyən edirik və ilk növbədə bizim sistemimiz və tətbiq olunan qaydalar əlbəttə ki, əlçatan olmalıdır. Biznes nümayəndələri üçün, sahibkarlar üçün və işgüzar dairələri üçün, hansı ki, ticarət münasibətlərində aktiv iştirak edirlər, onların dəstəklənməsi, eyni zamanda könüllü riayət etmə prinsiplərinin riayət edilməsi üçün təşviqat işi aparılmasıdır. Çünki dövlət büdcəsinin gəlirlərinin formalaşmasında bilavasitə xarici ticarət iştirakçıları iştirak edirlər. Onların ticarət və yaxud da istehsal fəaliyyəti nəticəsində yaranan ödənişlər dövlət büdcəsinə köçürülür və bu zaman düzgün dəyərləndirmə aparılmalıdır gömrük xidməti tərəfində və bunun əsasında da büdcənin gəlirlər hissəsi məhz xarici ticarət münasibətləri əsasında formalaşmalıdır. Bu baxımdan biz cəmiyyətin qorunması, yəni qeyri-qanuni daşımalar halının qarşısının alınmasına ötəri çevik və dayanıqlı sistemləri tətbiq etməliyik. Buna ötəri bacarıqlar lazımdır, biliklər lazımdır. Məhz bizim dəyərlərimiz buna əsaslanır ki, bilik bacarıqlarının inkişaf etdirilməsi ilə, fərdi dürüstlük keyfiyyətlərinin artırılması ilə, xarici ticarətə dəstək göstərilməsi və işgüzar iqtisadi mühitə möhkəmlənməsi üçün fəaliyyətimizi istiqamətləndirməliyik. Buna görə bu balansın düzgün seçilməsindən ötəri biz dünya praktikasından nəzər yetiririk və bir daha qeyd etmək istəyirəm ki, ümumdünya gömrük sistemi daxilində biz bu balansın düzgün formalaşmasında müəyyən yeni yanaşmalar da öyrənirik. Nəticə etibarilə müasir Azərbaycan gömrük sistemində bu yanaşmanın elektron və rəqəmsallaşma formalarının tətbiqi vasitəsilə həll etmək mümkündür və bu sayədə işimizi həyata keçiririk. Şahin müəllim, Azərbaycanda son illərdə beynəlxalq nəqliyyat və logistika sahəsində mövqeyini gücləndirir. Ölkəmizdən keçən tranzit yüklərin həcmi artır. Bu şəraitdə Dövlət Gömrük Komitəsinin qarşısına duran əsas vəzifələr hansılardır və gömrük sisteminin inkişafı ilə bağlı hansı strateji prioritetlər müəyyən edilibdir? Siz Azərbaycan gömrük sisteminin inkişafı növbəti mərhələsində necə təsəvvür edirsiniz?
Təşəkkür edirəm bu əhəmiyyətli suala görə. Əlbəttə ki, ölkəmizin tranzit potensialının inkişaf etdirilməsinə cəlb olunmuş qurumlarından biri də gömrük xidmətidir və bilirsiniz ki, ölkəmizdə dövlət rəhbəri tərəfindən təsdiq olunmuş tranzit imkanlarının genişləndirilməsi, yəni ki, ölkəmizdən keçən tranzit nəqliyyat dəhlizlərinin tranzit daşımalar həcminin artırılmasına ötəri müvafiq sərəncam imzalanıbdır. Bu 2024-cü, 26-cı illəri əks etdirir və bu sahədə biz artıq fəaliyyətimizi həyata keçiririk. Digər qurumlarla yanaşı tranzit potensialının inkişaf etdirilməsindən ötəri bir sıra işlər həyata keçirilməlidir. Bu da yol infrastrukturu, keçid imkanları və digər belə xidmət sahələri inkişaf etdirilməlidir. Amma bunun da əsasının məsələlərdən də biri gömrük tənzimlənməsi və gömrük qaydalarının təmin edilməsi vasitəsilə tranzitin asanlaşdırılmasıdır. Ona görə rəqəmlərə nəzər yetirsək, keçən 2025-ci ildə 18 milyondan çox çəkidə mallar Azərbaycan Respublikasının tranzit qaydada keçib. Bu ilin 5 ay ərzində bu rəqəm 8,2 milyon tondur. Yəni bu rəqəmlər öz-özündə göstərir ki, çevik gömrük tənzimlənməsi tətbiq olunmalıdır. Vaxtında gömrük nəzarəti təmin etməklə tranzit axınına sərbəst şərait yaradılmasıdır. Ondan ötəri biz əlbəttə ki, ilk növbədə öz daxili resurslarımızı səfərbər etmişik. Birinci növbədə rəqəmsal rəsmiləşdirmə mərhələlərini tətbiq edirik. Burada elektron bəyan etmə sistemi ölkəmizdə. Eyni zamanda məlumatlardan əvvəlcədən əldə etmək vasitəsilə, yəni ki, yüklər və yaxud nəqliyyat vasitələri ölkə ərazisinə gəlməmizdən əvvəl rəsmiləşdirməni həyata keçirmək üçün məlumatların əvvəlcədən əldə edilməsi mühüm şərtlərdən biridir və buna görə də biz aidiyyatlı qurumlarla fəaliyyətimizi həyata keçiririk. Bununla yanaşı qonşu ölkələrlə də bu fəaliyyəti təşkil edirik. Nəzərə almaq lazımdır ki, ümumiyyətlə səsləndirdiyim rəqəm daxilində çoxlu sayda nəqliyyat növləri var. Burada həm avtomobil nəqliyyatı, dəmir yolu nəqliyyatı, dəniz nəqliyyatı, hava nəqliyyatı, eyni zamanda multimodal daşımaların sayı da getdikcə artır və bizim limanların inkişafının artırılmasına ötəri biz əlaqədar qurumlarla mütəmadi işlər həyata keçiririk və hədəfimiz məhz bu tranzit potensialının inkişaf etdirilməsidir. Eyni zamanda bir məsələni də xüsusilə qeyd etmək istəyirəm ki, tranzitin öz-özlüyündə inkişafı təbii ki, təkcə bir ölkə çərçivəsində həll olunan məsələlərlə yanaşı, ümumiyyətlə beynəlxalq sferada da, arenada da həll olunmalıdır. Yəni qonşu ölkələrlə bu müəyyən bir uyğunlaşdırma işləri aparılmalıdır, məlumatların keyfiyyəti olmalıdır, emal olunmalıdır. Buna görə də beynəlxalq alətlərdən və konvensiyalardan istifadə etmək lazımdır. Azərbaycan artıq avtomobil daşımaları üzrə bir sıra konvensiyaların üzvüdür. Bu sahədə biz işlərimizi aparırıq və beynəlxalq qaydalara əsasən ölkəmizdən tranzit imkanlarının genişləndirilməsi, sərbəst onların hərəkətinə imkan yaradılması, rəsmiləşdirmə müddətinin azaldılması, yoxlamanın həyata keçirilməsinin zəruriliyini risklər əsasında həyata keçirilməsi üçün fəaliyyət var. Amma bununla yanaşı bizim deməli yeni çağdaş dövrümüzdə daha yeni alətlərin tətbiq edilməsindən ötəri biz fəaliyyət göstəririk. Buna görə də yeni kompüterləşmiş tranzit sistemi haqqında belə bir Avropa Birliyində tətbiq olan 27 dövlət və ümumilikdə 39 dövlətin iştirak edən Avropa Birliyindən yaxınlığında yerləşən qonşu ölkələrdə o sistemdən istifadə edirlər. Burada biz 2 konvensiyaya üz olma ərəfəsindəyik. Burada tranzit prosedurları üzrə konvensiya, eyni zamanda mallarla ticarətdə sadələşdirməyə dair konvensiyanın üz olma prosesində başlamışıq. Bu biz nəyə etibar edir? Bu məsələlər gələcək, yəni çox uzaq bir dövrdə deyil, yaxın gələcəkdə, çünki artıq buna start verilibdir və bizim qonşu ölkələrdə istifadə olunan elektron əsaslı, təminat əsaslı tranzit qaydalarını və kağızsız texnologiyalar əsasında rəsmiləşdirməni əldə etmə imkanını tətbiq edəcəyik ölkəmizdə. Bu bizim Avropa istiqamətində ünvanlanan dəhliz boyu olacaq. Eyni zamanda biz Asiya regionu üzrə də bu işi aparırıq. Təbii ki, burada Mərkəzi Asiya Respublikaları ilə və daha sonra Çinlə və digər ölkələrlə də bu tranzit əməliyyatlarının sadələşdirməsindən ötəri Asiya İnkişaf Bankı vasitəsindən çalışmalarımız var. Düşünürük ki, o istiqamətdə də biz nailiyyətlər əldə edəcəyik və bu öz-özlüyündə bizim orta dəhlizin daha da potensialın inkişaf etdirilməsini, gömrük nöqteyi nəzərindən də cəlb edici olmasını əhəmiyyət verəcək. Biz bilirik ki, orta dəhlizin əhəmiyyəti çox böyükdür. Onun bir çox sahələrdə üstünlüyü vardır digər dəhlizlərlə.
Əlbəttə ki, burada coğrafi yerləşmə, coğrafi məsafələr nəzərə almaqla, infrastruktur nəzərə almaqla, eyni zamanda gömrük tənzimləməsi də mühüm bir mövqesindədir. Bu nöqteyi nəzərdən biz bunu edirik. Əlbəttə ki, bununla yanaşı tranzit potensialının genişlənməsindən ötürü infrastrukturların da genişlənməsi var. Biraz əvvəl söylədiyim deməli tranzit potensialının inkişaf etdirilməsi üzrə fəaliyyət planının əsasında infrastrukturların da genişləndirilməsi imkanları nəzərdən keçirilməsi bizə tövsiyə olunub, tapşırıqlar verilibdir. Bu sahədə məlumdur ki, biz artıq bir neçə keçid məntəqəsini müasirləşdirmişik. Bu Xanova keçid məntəqəsi müasir tələblərə cavab verən formada fəaliyyətə başlayıbdır. Cənub Astara dövlət sərhədində buraxılış məntəqəsi də müasir tələblər və 12-ci fazası daha geniş imkanlar əldə olunacaq. Eyni zamanda Şərqi Zəngəzurda biz Ağbənd keçid məntəqəsinin də fəaliyyətinin işə salınmasına ötəri işlər aparırıq. Yaxın bir zaman kəsiyində onu tamamlayacaq. Bir sözlə, eyni zamanda Gürcüstanla da biz birgə nəzarət keçid məntəqəsinin üzərində işləyirik. Layihələndirmə işləri tamamlanıb. Bu haqda biz ictimaiyyətə məlumat vermişik. Amma bir daha bunu qeyd etmək istəyirəm ki, bu sahədə aktiv işlər aparılır və yaxın müddətlərdə o sahədə işlərimiz tranzit potensialının inkişaf etməsinə ötəri əhəmiyyətli nəticələr verəcəkdir. Siz toxundunuz Şəmməm, orta dəhliz məsələsinə. Orta dəhliz ümumiyyətlə indi hamının dilindədir. Orta dəhlizin bir vacib elementlərindən biri də türk dilli dövlətlərdir. Biz Türk Dilli Dövlətlər Təşkilatının üzvü və aparıcı qüvvəyik. Necə hesab edirsiniz ehtimalınız türk dilli dövlətlər arasında sadələşdirilmiş gömrük dəhlizinin tam miqyaslı tətbiqini nə vaxta gözləmək olar və bu dəhlizin yaradılması necə təsir edəcək aramızda olan ticarət münasibətlərinə? Əlbəttə ki, birinci növbədə türk dilli dövlətlərlə bizim gömrük sahəsində də əməkdaşlıq əlaqələrimiz möhkəmlənir və getdikcə bu güclənir. Çünki türk dilli dövlətlər arasında münasibətlər məhz ölkələr arasında həm ticarət dövrəsinin artmasına, əlbəttə ki, bu ölkələr özü-özlüyündə orta dəhliz boyu yerləşdiyinə görə əsasən və burada bizim üzərimizə düşən vəzifələr məhz aktiv fəaliyyət həyata keçirməkdir. Burada siz söylədiyiniz deməli sadələşdirilmiş dəhlizin tətbiq edilməsinə ötəri biz çalışmalarımız var. Türkiyə Respublikası ilə biz bu sahədə iş aparırıq. Özbəkistanla, Qazaxstanla, eyni zamanda Qırğızstanla belə bir ilkin məlumat mübadiləsi üzrə iş aparırıq və bizim hədəfimiz vahid pəncərə sisteminin işlənməsidir, vahid pəncərə sisteminin tətbiq edilməsinin təmin edilməsidir. Bu mənada bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, ümumiyyətlə Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatı çərçivəsində çox aktiv bir mövqedədir. Biz siyasi komissiyanın üzvüyük. Orada siyasi, yəni gömrük məsələlərinə aid olunan siyasi idarəetmə məsələlər üzrə öz mövqeyimizi bildiririk və burada qeyd etmək istəyirəm ki, bizim ölkəmizin nüfuzu, inkişafı əsasında gömrük əməkdaşlıq fondu yaradılıbdır dövlətimizin məhz töhfəsi əsasında və o yaradılmış imkanlar məhz orta dəhliz boyu ölkələrdə vahid pəncərə sisteminin gələcəkdə formalaşmasının ötəri məlumat mübadiləsinin həyata keçirilməsi, məlumatların keyfiyyətinin artırılması, əvvəlcədən məlumatların əldə edilməsi və nəticədə də vahid pəncərə sisteminin tətbiq edilməsidir. Əlbəttə ki, biz bunun hansı müddətdə tamamlanmasını indiki anda söyləyə bilmirik. Çünki burada həm texniki, həm hüquqi, həm digər prosedur məsələlərin həlli nəzərdə tutulur və biz bunu sadəcə plan olaraq və qarşımıza hədəf qoymuşuq və türk dilli dövlətlərin digər üzvləri də bu məsələdə maraqları var və biz çalışacağıq ki, onu həll edək və bir pəncərə sistemi vasitəsilə orta dəhliz və türk dövlətləri arasında belə unikal və dünyaya göstərilə biləcək bir sistemi istifadə edək. Əlbəttə ki, Azərbaycan burada çox aktivdir. Ən çox təşəbbüslər bizim tərəfimizdən həyata keçirilir. Bunu da qeyd etmək istəyirəm və biz bunu düşünürük ki, tamamlaya biləcəyik. Şəmməm, yenidən sahibkarlar və onların istəkləri, onların gözləntiləri mövzusuna qayıtmaq istəyirəm. Əlbəttə ki, sahibkarlar həmişə istəyir ki, ixrac əməliyyatları, prosedurları mümkün qədər sadə və tez olsun. Bu istiqamətdə sizin fikrinizcə hansı dəyişikliklər edilə bilər? Yaxın zamanda və yaxud uzaq perspektivdə. Amma Gömrük Komitəsi bu prosedurların daha da sadələşdirilməsi üçün hansı addımları atmaq fikrindədir? Əlbəttə ki, bizim strateji yanaşmamız var və bizim strategiyamız var 2025-30-cu illər üzrə. Burada əsas məsələlərdən biri məhz ixrac əməliyyatlarında, ümumiyyətlə prosedurların sadələşdirilməsi üzrə hansı mümkün vasitələr varsa onu tətbiq etməkdir. Bu bizim bir daha qeyd etmək istəyirəm. Bizim qarşımızda müəyyən olmuş bir tapşırıqdır.
vəzifədir və gömrük orqanında məhz bu tapşırığın realizə edilməsindən ötürü həyata keçirilməsindən bütün səylərini həyata keçirir və bu tapşırıqların yerinə yetirilməsinə nail olunacaqdır. Bir sıra sahələrdə biz artıq bunu etmişik, ticarətin asanlaşdırılması. Yəni, bunu əgər biz sorğu keçirsək, biznes sahibkarlıq sahəsində fəaliyyət göstərən şəxslərdən bunu öyrənsək və bunun sadələşmə prosedurunun göz qabağında olduğunu haqqında fikir verir. Amma bu bizim üçün kifayət deyil. Biz düşünürük ki, əldə olunmuş və ilkin nəticələr yetərli deyil. Bunu daha da inkişaf etdirmək lazımdır. Çünki təkmilləşdirmə prosesi davamlı olmalıdır. Biraz əvvəl dediyim kimi bizim deməli dəyərlərimiz bəs yeniliyə açıq olmaqdır və dünya səviyyəsində baş verən yenilikləri də öyrənmək, onu tətbiq etməkdir. Amma eyni zamanda bizim ölkədə gömrük inkişaf tarixində özümüzün də bir təcrübəmiz var. Artıq gömrük sistemi elə bir səviyyəyə gəlib çatır ki, öz nümunələrini, öz təcrübələrini digər ölkələrə də verir və biz bu halı çox qürurla qeyd etmək istəyirik. Və ona görə sizin sualınızın cavabı olaraq mövcud prosedurları hansı formada etməyindən ötəri biz bir çox işləri həyata keçirmişik. Məsələnin deməli mahiyyətinə varsaq, biz biraz əvvəl burada qeyd etmişdik ki, avtomatlaşdırılmış risk idarəetmə sistemi süni intellekt əsasında. Bu çox mükəmməl bir sistemdir. Çünki bu yoxlama prosedurlarının azadılmasına, daha keyfiyyətli dəyərləndirmənin aparılmasına, biznesin istəklərinə nail olmasına, malların buraxılışının daha tez buraxılmasına nail olmaqdır. Əgər rəqəmlərə nəzər yetirsək, bu sistemi tətbiq etmək vasitəsilə biz sərhəd keçmə prosedurlarını 25%, malların buraxılışının, yəni rəsmiləşmə müddətinin azalmasının hardasa 22% və yoxlamanın, fiziki yoxlamaların da azalmasının orta olaraq 20% səviyyəsinə gəlib çıxartmışıq. Bu deməkdir ki, yoxlamalar azalır və yüklər tez bir zamanda sahibkarların ünvanlarına çatdırılır, daha sonra istehlakçıların paylanılır. Deməli, burada biz elektron sistemləri tətbiq edirik, rəqəmsal alətləri biz tətbiq edirik və qeyd etməliyəm ki, biz rəqəmsal gömrük dəyərinin bir layihəsini artıq iyun ayının 1-dən istifadəyə verilmişik. Bu tamamilə yeni yanaşmadır, sadələşdirmədir, bu sistemləşmədir və bu şəffaflıqdır. Çünki bizim dəyərlərimizdən biri də şəffaflıqdır, qeyd etdiyim kimi. Və burada biznes sahibkarlıqla mühtinin daha da yaşlanlaşdırılmasını, rəqəmsal dəyər daha düzgün dəyərləndirmə prosesini təmin edir və sadələşdirməsini həyata keçirir. Eyni zamanda bizim sadələşdirmə ilə bağlı bir sıra digər qaydalarımız var. 2025-ci ilin sonunda möhtərəm cənab prezident tərəfindən biznes mühitinin inkişafına xidmət edən tərəfdaşlıq konsepsiyası haqqında müvafiq bir sərəncam imzalandı. Bu sərəncamın əsas mahiyyəti bizneslə, gömrük və ümumiyyətlə dövlət qurumları arasında tərəfdaşlıq münasibətlərinin daha da genişləndirmə, etimad əsaslı, dialoq əsaslı bir münasibətlərinin genişləndirməsinə, sıxlaşdırmasına xidmət edir. Bu baxımdan bizim perspektiv planlarımızda və cari işlərimizdə məhz tərəfdaşlıq səviyyəsinin genişləndirilməsi, biznesin ehtiyaclarına öyrənilməsi, biz hər bir sualın cavablandırılmasına açıq və hər bir sualın verilməsindən istəyirik. Çünki biznesin proseslərdə yaratdığı suallar onların bu və digər formada fəaliyyətinə təsir göstərir. Ona görə bunu daha tez bir zamanda nəzərdən keçirilməsi və biznesə dəstək göstərilməsindən ötəri biz və eyni zamanda biznesdən qaynaqlanan belə deyək ki, çətinlikləri, hansı ki, özləri yaratdığı çətinlikləri də onlara izah etmək və onların daha belə deyək ki, layiqli formalardan, münasib formalardan istifadə edilməsini tövsiyə etmək biz üzərimizə məsuliyyət götürürük və bir sözlə sadələşdirmə prosedurları həm rəqəmsallaşma vasitəsilə keyfiyyət səviyyəsinin yüksəldilməsi, münasibətimizin sıxlaşdırılması bizneslə çox mühüm əhəmiyyətdir. Gömrüyü biznesdən kənar bir qurum kimi deyil, partnyor bir, yəni ki, tərəfdaş bir qurum kimi görməyi biz arzulayırıq və bundan ötəri bütün səylərimizi göstəririk. Bizim bu sahədə bir çox deməli nailiyyətlərimiz var. Dediyimiz kimi biz bu sahədə fəaliyyətimizin əsas məqsədi məmurluq səviyyəsinin artırılması vasitəsilə biznesə rahat mühit yaratmaqdır.
rahat mühit yaratmaq, könüllü riayət etmə səviyyəsini artırmaq. Mən bu arada bir məqamı da sizin diqqətinizə çatdırmaq istəyirəm. 2025-ci ildə Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası tərəfindən həyata keçirilən sorğu vasitəsində Azərbaycanda rəqəmsal və davamlı ticarətin sadələşdirilməsi üzrə aparılmış sorğuda Azərbaycanda kağızsız texnologiyalardan, belə deyək ki, rəqəmsallaşmaya keçidi və tətbiq olunan alətlərə üzrə 180 ölkə arasında keçirilmiş sorğuda Azərbaycan 4-cü yerdə olubdur. Bu çox gözəl bir nəticədir. Hesab edirik ki, bu nəticələr davamlı olaraq diqqətdə saxlanılmalıdır və biz bütün sahələrdə rəqəmsal mühiti tətbiq etməliyik. Beləliklə, geniş kontekstdən bu məsələyə yanaşsaq, əlbəttə ki, bu bizim fundamental işimizdir, çünki ticarətdə biz asanlaşmalıyıq. Digər tərəfdən bir məsələni də xüsusilə vurğulamaq istəyirəm, çünki hesab edirik ki, bu düzgündür və bizim fəaliyyətimiz hansı göstəricilərlə əsaslanır? Yəni, əgər şəffaflaşma, bizneslə etimad, deyək ki, konsultasiyalar, müzakirələr, bu və digər layihələrin ilkin razılaşdırılması, daha doğrusu müzakirə edilməsi, adaptə olunmuş, yəni uyğun olan qaydaların tətbiq edilməsi üzrə biz açıq, deməli, şəkildə, açıq formada bizneslə iş aparırıq. Elektron hesab səhifəsi məhz bizneslə bərabər biz hazırlaşmışıq, onu təqdim etmişik və bir çox məsələlər burada öz-özlüyündə həll olunur və biz hesab edirik ki, bizneslə bizim bu əməkdaşlığımız bu prosedurların həm idxal əməliyyatları zamanı, həm ixrac əməliyyatları zamanı sadələşdirməyə köməklik göstərir. Şahin müəllim, gömrük tərifləri sistemində hər hansı bir dəyişikliklər gözlənilir. Azad olmaların sayının azaldılması istiqamətində hansı işlər görülür və bunun gömrük yığımlarını necə təsir edir? Bilirsiniz, iqtisadi aktivliyi təmin edilməsinə ötəri ölkəmizdə həyata keçirilən tarif siyasəti məhz bir çox sferalar, sahələr üzrə azad olma mexanizminin tətbiq edilməsidir və bu illər üzrə nəzər yetirsək, azad olmalar nəticəsində iqtisadi aktivlik müşahidə edilir bir çox sahələrdə. Əlbəttə ki, biz bunu gömrük orqanı xidmət olaraq görürük. Eyni zamanda buna cavabdeh olan qurumlar, nazirliklər bunu mütəmadi edərək nəzərdən keçirirlər və öz qiymətləndirməsini aparırlar. Sadəcə biz gömrük xətti ilə bunun görürük və qeyd etmək istəyirəm ki, azad olma faizi həqiqətən kifayət qədər çoxdur və təyinatı qeyd etdiyim kimi iqtisadi aktivliyə və əlavə dəyərin formalaşması, yaranması üçün, istehsal güclərinin genişlənməsi üçün və məhsullarının artırılmasından ötəri nəzərdə tutulur və sahəvi olaraq və yaxud mal qrupları üzrə olur. 2025-ci ildə 18,1 milyard ABŞ dolları idxal həcmində mallara münasibətdə 29,5% ƏDV-dən azad olma olubdur, 52,5% də gömrük rüsumları ilə bağlı olubdur. Ümumilikdə 3 milyard 424 milyon manat məbləğindədir və bu kifayət qədər böyük rəqəmdir. Əlbəttə ki, bu proses 2026-cı ilin müvafiq dövründə də, yəni 5 ay ərzində də görsənir. Burada həm ƏDV-dən azad olma faizi mövcuddur. Eyni zamanda gömrük rüsumlardan azad olma faizi də faktiki olaraq eynilik təşkil edir, həmin rəqəmlər ətrafındadırlar. Bu baxımdan azad olmalar məsələsi üzərində hökumətimiz tərəfindən onların qiymətləndirilməsi və qüvvədə saxlanması və iqtisadiyyata və iqtisadi aktivliyə faydalığı nöqteyi nəzərdən müvafiq qurumların iştirakı ilə müzakirələr həyata keçirilir. Hal-hazırda tarif dərəcələrinin azaldılması kontekstində belə bir məsələ yoxdur. Yəni, mümkün tariflər, azad olmalar artıq büdcə səviyyəsində, büdcə paketi səviyyəsində təsdiq olunubdur və onlar edilir. Hələlik biz sadəcə azad olmalarının səmərəliliyini ölçülməsi üzrə işlər aparırıq ki, azad olmaların ümumiyyətlə iqtisadi artıma və məhsulun yaranmasına hansı formada xidmət edir. Əlbəttə ki, əsas məqsəd burada bir məsələni də diqqətə yetirmək lazımdır ki, bizim bütün hədəfimiz iqtisadi tənzimlənmə vasitələrində ixrac potensialının artırılmasıdır. Amma digər tərəfdən biz nəzər yetirməliyik ki, ixracın artırılmasından ötəri istehsal gücləri də olmalıdır. Buna ötəri bu və digər Azərbaycanda ənənəvi istehsal olmayan, xarici ölkələrdən gətirilməsi zərurəti olan malların gətirilməsini prosesi baş verməlidir. Burada biz onun strukturuna nəzər yetirməliyik. Təbii ki, burada fikrim ona yönəltmək istəyirəm ki, idxala həmişə ehtiyac olmalıdır.
olmalıdır və var. Amma burada hansı növ və hansı strukturlu mallar bizim struktura nəzər etirsək və azad olmaların əsas hissəsi daha çox hazır məhsullar deyil, sani avadanlıqlardır və hansı ehtiyat hissələridir və yaxud deməli ki, aralıq məhsullardır ki, hansı ki, son məhsulun yaranması üçün istifadə olunan bir mallar və nümunələrdir. Bu nöqteyi nəzərdən bizim idxal strukturunda məhz azad olma, məhz struktura görə nəzərdən keçmək lazım. Bir saat demək istəyirəm ki, bu əsasən avadanlıqlardır, texnologiyalardır. Eyni zamanda da deməli aralıq məhsullarıdır ki, bu və digər sahələrdə istifadə olunur və bunun əsas məqsədi bu sahədə ixracın nəticə etibarilə gələcəkdə ixrac imkanlarının artırılmasına xidmət edir və hesab edirik ki, bu yanaşma davamlı olaraq nəzərdə saxlanılır və həqiqətən də belədir. Biz müxtəlif institusionalizasiyalarda, yəni müxtəlif səviyyəli görüşlərdə bunları nəzərdə keçiririk və hökumətimiz bu sahədə çox lazımi qərarları qəbul edir. Şahin müəllim, növbəti sualım avtomobil bazarının iştirakçısından bağlı olacaqdır. İstehsal tarixi 3 il keçməyən hibrid və elektrik mühərrikli nəqliyyat vasitələrinin ƏDV-dən azad olması ilə bağlı qərar artıq qüvvəsini itirib. Bu qərar Dövlət Gömrük Komitəsinin büdcə daxil olmasına necə təsir edib və ümumiyyətlə bu ölkənin avtomobil bazarına necə təsir edib? Ümumiyyətlə, Şahin müəllim, bu avtomobil məsələsi kütləvi tamaşaçının daim düşündürən məsələdir də. Yeni imtiyazların tətbiqi mümkün ola bilərmi? Belə bir müzakirələr varmı? Əgər siz nəzər yetirsəz, bu bir az əvvəl müəyyən olmuş imtiyazlar aradan qaldırılıb, əksinə deməli gömrük ödənişlərinin ödənilməsi prosesinə başlanılıbdır. Əgər nəqliyyat vasitələrinə, xüsusilə minik nəqliyyat vasitələri ilə biz müzakirə aparsaq, burada qeyd etmək istəyirəm ki, keçən il 2025-ci il nəticələrinə görə 68 min ədəddən çox maşın, hibrid maşınlar idxal olunubdur Azərbaycana. Burada əsasən deməli 3 il müddətinə qədər və 2500 kub santimetrdən nə qədər olan maşınlardır. Burada müəyyən güzəştlər tətbiq olunurdu. Eyni zamanda elektrik maşınlarında da keçən il 2025-ci ildə 2000 maşına yaxın bu rəqəm olubdur. Cari ilin 5 ay ərzində bu rəqəm əlbəttə ki, çox 2 dəfə azdır. Keçən ilin analoji dövrü ilə baxsaq, 2 dəfə azalıbdır. Biz burada başa düşürük ki, burada artıq azad olmaların aradan qaldırılmasıdır, yəni güzəştlərin aradan qaldırılmasıdır və bundan əvvəl 2025-ci ildə ehtiyaclar əsasında vətəndaşlarımızın kifayət sayda maşınların ölkəyə artıq həmin müddətdə gətirilməsi ilə bağlıdır. Növbəti mərhələdə ola bilər bu artsın, amma ümumilikdə əlbəttə ki, 12 milyon manatdan çox gömrük ödənişləri ödənilməsi təmin edilib. Yəni bu 5 ay ərzində. Baxmayaraq ki, nəqliyyat vasitələrinin sayı kifayət qədər 2 dəfə azalıbdır. İndi burada bir məsələni də nəzərdən keçirmək lazımdır ki, bu maşınların artımı hansı qaydada baş verəcək biz hələlik bir söz deyə bilmirik. Çünki rəqəmlər əksinə azalmanı göstərir. İlin sonunda biz bu məsələləri bir daha nəzərə yetirək, onda daha dolğun sizə cavab verə bilərik ki, mənzərə necədir? Şahin, birbaşa vətəndaşlarla və sahibkarlarla təmasda işləyən dövlət qurumlarında insan amili faktoru həmişə çox vacibdir. Dövlət Gömrük Komitəsində bu baxımdan vəziyyət necədir? Biz mütəmadi olaraq xəbərlərə rast gəlirik ki, Dövlət Gömrük Komitəsində yoxlama aparılır, hansı pozuntular aşkarlanır. Siz bundan əvvəl şəffaflıq mövzusunda danışmışsınız. Mən bu mövzudan daha bir qədər təfərrüatlı istəyəcəm. Siz nələr eləyirsiniz ki, daha şəffaf olasınız və bu şəffaflığın təmin edilməsini nəzarətdə saxlayasınız? Bizim gömrük sistemimiz şəffaf olması və kollektiv idarə etmə sisteminin tətbiq edilməsindən ötürü ilk növbədə şəffaflıq əmsalı çox yüksək olmalıdır və biz bilirik ki, şəffaflıq nə qədər çox olsa, bir o qədər də prosedurlar asan olar, bir o qədər də məmnuniyyət səviyyəsi artar. Çünki bu bir-birinə bağlıdır və bir daha demək istəyirəm ki, bizim əsas işimiz məhz bundan ibarətdir. Tarixən gömrük orqanlarının fəaliyyətinə bu və digər hallarda iradlar və belə deyək ki, kritik yanaşmalar nümayiş etdirilir. Və biz burada qeyd etməliyik ki, biz bunun analiz edirik, təhlil edirik və hər bizim görüşlərimizdə, teleməkanda, çıxışlarımızda bunu qeyd edirik ki,
bəli, bu cür halların baş verməməsinə ötəri, yəni ki, kritikanın azalması və yaxud olmamasına ötəri, gömrük orqanlarının fəaliyyətinin, əməkdaşların davranış səviyyəsinin artırılmasına ötəri işlər aparılmalıdır. Və burada da təmaslar minimuma endirilməlidir. Yəni ki, konkret olaraq insan təması azalmalıdır. Fəaliyyətlərimiz çoxdur. Artıq biz illər öncə başlamış. Birinci növbədə onu qeyd etmək istəyirəm ki, burada indi gömrük orqanları tərəfindən göstərilən xidmətlərin sayı artıq son 2 il ərzində 20 xidmət növü artıbdır, 36 xidmət növünə çatıbdır. Eyni zamanda bu dövrlər ərzində istifadə sayı 40% artıbdır, haradasa 37 milyon istifadəçi gömrük xidmətinin təqdim etdiyi xidmətlərdən istifadə edir. Bu xidmətlər hər biri elektron əsasda, təmassız əsasda formalaşır. Yəni, rəsmiləşdirmə qaydalarının gömrük orqanlarına gəlmədən, məsafədən müvafiq sənədlərin, bəyannamələrini təqdim etməklə və cavabı məhz oradan almaq vasitəsilə olur. Bu kifayət qədər təması minimallaşdırır. Hər hansı bir yarana biləcək sualının qarşısını alır, yəni mənfi formada. Ona görə burada rəqəmsallaşma, bir daha demək bizim ən prioritet məsələlərimizdən biridir. Biz eyni zamanda digər bizim alətlərimiz var. Biz bunun həm bizim qaynar xətt vasitəsilə bu məsələləri nəzərdən keçiririk. Fəaliyyətimizdə elektron mühit, bizim gömrük əməkdaşlarının fəaliyyətində yaxa kameralarını istifadə edirik. Yəni bu təmasların vətəndaşlarla münasibətlərinin lazım səviyyədə təşkil edilməsini və bunu nəzarət etmə məqsədilə bunu edirik. Amma bir məsələni də xüsusilə qeyd etmək istəyirəm ki, gömrük orqanları həqiqətən öz üzərində çox çalışırlar. Öz etik davranış qaydalarına riayət etməkdən ötəri bir sıra təlimlərə cəlb olunurlar və bu fərdi keyfiyyət xüsusiyyətlərinin, dürüstlük amillərinin artırılmasından ötəri müxtəlif proqramlarda iştirak edirlər. Bizim gömrük sistemində yaradılan deməli, zəka proqramlarında və yaxud müsabiqədə, yəni yüksəliş, karyera yüksəlişi ilə əlaqədar təşkil olunan proqramlarda bizim gömrük sistemində karyera inkişafı mütləq qaydada müsabiqələr əsasında olur. Bu bir mənalı sürətdə gömrük orqanlarında, gömrük sistemində tətbiq olunan bir mexanizmdir. Bu mütləq şərtdir. Hər hansı bir pilləyə, yüksək pilləyə, karyera inkişafına nail olmaqdan ötəri mütləq qaydada gömrük sıralarında, yəni gömrük xidmətində təşkil olunan müsabiqələrdən keçməlisən və burada müəyyən bir uğurlu nəticə əldə etdikdən sonra növbəti mərhələlərdə uyğun vəzifələrə və mövqelərə təyin olunur. Bütün bu proseslər bir-birinə bağlıdırlar, bir-birinə əlaqəlidirlər və bizim vətəndaşlara xidmət səviyyəsinin, keyfiyyətinin yüksəlməsinə istiqamətlənir və bu vasitələrlə biz sistemimizin inkişafına nail oluruq və kollektivin daha faydalı əmək göstərilməsinə gəlib çatırıq. Şahin müəllim, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması halları ilə mübarizə Dövlət Gömrük Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Son dövrdə bu sahədə hansı nəticələr əldə olunub və müasir dövrdə ən böyük risklər hansı istiqamətlər üzrə müşahidə olunub? Klassik gömrük fəaliyyətində qeyd etdiyim kimi ticarətin asanlaşdırılmasına yanaşı məhz cəmiyyətin qorunması. Bu halda biz cəmiyyəti hansı vasitələrlə qoruruq? Əlbəttə ki, gömrük tənzimləməsi vasitəsilə ilk növbədə, eyni zamanda biz deməli, qeyri-qanuni daşımalara qarşı, qaçaqmalçılığa qarşı, ümumiyyətlə qeyri-legal ticarətin aşkarlanmasını, saxtalaşdırılmış malların ölkə ərazisinə gətirilməsini, müəyyən edilməsini, onun sıradan çıxarılması üzrə iş aparırıq. Bizim bu sahədə təcrübəmiz getdikcə artır. Bizim dayanıqlı və sistemli mexanizmlərdən istifadə edirik. Biz bu sahədə kifayət qədər bizim mütəxəssislərimiz, əməliyyat aparatımız, istintaq fəaliyyətimiz, qaçaqmalçılığa qarşı mübarizə aparan qurumlarımızın deməli, həm potensialı, həm bilikləri artır və bu sahədə bizim göstəricilərimiz son illərdə nəzər çarpacaq qədərdir. Burada birinci növbədə narkotik vasitələrin haqqında mən qeyd etmək istəyirəm. 25-ci il və 26-cı illərin 5 ayı ərzində 2 tondan çox narkotik vasitə aşkar olunubdur, dövrədən çıxarılıbdır. Burada həm ağır tərkibli narkotiklər, həm deməli sintetik narkotiklər və daha yüngül narkotiklər, yəni belə baxsaq, müxtəlif səpkili narkotik vasitələr müəyyən olunubdur. Onların bir hissəsi tranzit qaydada ölkəmizdən keçmə
cəhd göstərilibdir və biz bunu çox qətiyyətlə qarşısına almışıq. Bu sahədə çox güclü nəzarət edəcək. Nəzərə almaq lazımdır ki, narkotik vasitələrin ümumiyyətlə gizlətmə üsulları da texnoloji imkanlardan istifadə etməklə də onlar çox belə gizlətmə üsullarına nail olurlar. Elə bir vasitələrdən istifadə edirlər ki, gömrük orqanları bunu aşkar edə bilməsinlər və ümumiyyətlə ölkələr bunu aşkar eləməsinlər. Müxtəlif texnoloji avadanlıqların içərisində, müxtəlif bərk materialların içərisində ovdurmaqla bir sıra, yəni bu sahədə çox irəli gedən bir cinayət əməllərinə biz rast gəlirik. Təbii ki, bizim qarşısını alırıq və alacağıq və bu sahədə dediyim kimi narkotik vasitələrə qarşı cinayətlərin aşkarlanması üzrə ciddi işlər aparırıq. Buna yanaşı bizim aksizli mallar, tütün məmulatları və digər alkoqol içkilərin qeyri-qanuni keçirilməsinə qarşı da biz mübarizə aparırıq. Bizim apardığımız fəaliyyət nəticəsində 2025-ci ildə kifayət sayda tütün məmulatları və alkoqollu içkilərin qeyri-qanuni keçirilməsi qarşısına alınıb. Əgər rəqəmlə biz ifadə etsək, bu hardasa 5 milyon manatdan çox gömrük ödənişlərindən cəlb oluna biləcək səviyyədə olubdur. Biz bunu diqqətə çatdırmaq istəyirik. Eyni zamanda bizim dərman vasitələrinin qeyri-qanuni keçirilməsi hallarına qarşı çox ciddi mübarizə aparırıq. Əsas olsun ki, müxtəlif kanallar vasitəsilə xarici ölkələrdən dərman vasitələrinin ölkələrə qeyri-qanuni gətirilməsi halları baş verir və biz bunun qarşısını alırıq. Əgər rəqəm nöqteyi nəzərdən desək, biz son dövrdə 5 milyon dəyərində olan dərman vasitələrini dövrədən çıxartmışıq. Burada qeydiyyatçısız dərmanlar və keyfiyyəti məlum olmayan dərmanlarda müxtəlif gizlətmə üsulları ilə şəbəkələrmiş formada keçirməyə cəhd göstərilibdir. Biz bunun qarşısını almışıq. Bir sözlə bizim bu sahədə çoxlu nəticələrimiz var. Eyni zamanda dövlətə cinayət yoluna dəymiş ziyan 10 milyon manata qədər deməli 2025-ci və 2026-cı ilin 5 ay ərzində bu ziyanın, dövlətə vurmuş ziyanın biz ödətdirmişik. Bu cinayət əməlləri nəticəsində aşkarlanmış bu faktlardır. Bir sözlə bu sahədə bir çox işlər həyata keçirilir və biz burada sistemli, dayanıqlı mühafizə tədbirlərini biz tətbiq etməliyik. Burada biz xüsusilə vurğulamalıyıq ki, biz hüquq mühafizə qurumları ilə çox sıx əməkdaşlıq edirik və bərabər əməkdaşlığımız nəticəsində bu və digər cinayət əməlləri aşkarlanır. Əfsuslar olsun ki, bir sıralarda gömrük əməkdaşları da bu proseslərə cəlb olunurlar və bunun iştirakçıları olurlar. Hətta bəzi hallarda təşkilatçıları olurlar. Ona görə biz buna barışmayacağıq və buna qarşı ciddi mübarizə aparırıq. Bir daha mən fürsətdən istifadə edərək hüquq mühafizə qurumlarına da öz minnətdarlığımı bildirmək istəyirəm ki, bu sahədə ölkəmiz tərəfindən həyata keçirilən qətiyyətli mübarizə tədbirlərinə və müəyyən edilmiş bu sahədə ciddi mübarizə işinə dəstək göstərirlər. Şəbnəm, əvvəllər sadə vətəndaşların gömrük sistemi ilə təması az idi. İndi elektron ticarətin inkişafı ilə vətəndaşların gömrük ilə ünsiyyəti və təması daha çoxdur. Və bu təbii ki, gömrük xidmət qarşısında yeni çağırışlar yaradır. Bu yeni çağırışlar çərçivəsində hansı addımlar atmısınız, atmağı planlaşdırırsınız və eləcə də sizin fikrinizcə vətəndaşlar nəyi bilməlidirlər ki, onların işi daha asan olsun? Çox sağ olun. Yəqin ki, sualınızın son hissəsindən başlasaq daha deməli məqsədyönlü olar. Ona görə ki, bizim praktikamız göstərir ki, bu sualın cavablandırılmamışdan əvvəl bir neçə rəqəmi də səsləndirmək istəyirəm. Ümumiyyətlə, bizim fəaliyyətimiz nəticəsində bilirsiniz, gömrük dəyərinin müəyyən edilməsi üsulları var, 6 üsul var. Bu üsullar beynəlxalq praktikada, beynəlxalq qaydalarla müəyyən olunmuş üsullardır və gömrük dəyərləndirməsi həyata keçiriləndə məhz bu üsullara istinad olunur və onun əsasında hesablamalar həyata keçirilir. Burada 6 üsulun ən vacib üsullarından biri sövdələşmə qiymətləri əsasında gömrük dəyərinin müəyyən edilməsidir. Bu nə deməkdir? Bu deməkdir ki, qarşılıqlı etimaddır. Yəni ki, gömrük orqanlarına təqdim edilən bəyannamələr və yaxud sənədlər həqiqətən doğrudur, düzgündür və burada hər hansı bir əlavə yoxlanılmalara yoxdur, dəyər düzləşməsinə ehtiyac olmur və bu təqdim edilmiş məlumatlar əsasında əsas götürülür. Sevindirici hal ondan ibarətdir ki, artıq könüllü riayət etmə prinsipi əsasında birinci dəyər üsulu, yəni birinci dəyərləndirilmə üsulu gömrük orqanlarına təqdim olunmuş məlumatlar əsasında 76.4%-ə çatıbdır. Əvvəlki illərə nəzər etdirsə, əvvəlki bunun faiz səviyyəsi biraz aşağı idi, daha aşağı idi. Bu deməkdir ki, biznes artıq məlumatlıdır. Hansı sənədləri təqdim etməlidir, gömrük proseduru nədir, könüllü riayət etmənin ümumiyyətlə özü nədir? Çünki könüllü riayət etmənin əsas devizi ondan ibarətdir ki, könüllü riayət etmə vasitəsilə hər bir biznes sahibkar məhz öz dövlətinə xidmət edir. Hansı vasitə ilə? Gömrük ödənişləri vaxtında
ödənmək vasitəsilə dövlətimizə və bizim iqtisadiyyatımıza, ümumi həyatımıza, rifahımıza fayda göstərir. Ona görə bu ümumidə məsələlər olduğuna görə biznes sahibkarlıq subyektləri də çoxlu sayda sahibkarlıq subyektləri məhz bu hədəflər əsasında öz fəaliyyətini həyata keçirir. Ona görə də biz Mərkəzi İcra Hakimiyyəti olaraq biz buna çox sevinirik. Eyni zamanda elektron ticarət məsələsindən gəldikdə isə, əlbəttə ki, elektron ticarət üsullarından malların əldə edilməsi əsasən fiziki şəxslər tərəfindən baş verir, bunlar həyata keçirilir. Biz burada rəqəmləri də səsləndirmək istəyirik. 2025-ci ildə bu rəqəm 1.200.000 insandan çox elektron ticarət vasitəsilə bu və digər əşyaları xarici ölkələrdən sadələşdirilmiş qaydalar da əsasında alıbdır. Burada bunun ümumi məbləği hardasa deməli 501 milyon ABŞ dollarıdır. Bu böyük bir rəqəmdir. 16 milyon bəyannamə təqdim olunub həmin vətəndaşlar tərəfindən. Bu sadələşdirilmiş üsullarla gətirilən bir həcmdir və nəzər yetirsək və yaxın coğrafiyada yerləşən ölkələrin də təcrübəsinə baxsaq, Azərbaycan burada liderlik eləyir bu sahədə, yəni ki, vətəndaş yönümlü, sosial yönümlü ticarətin, elektron ticarətin dəstəklənməsi baxımından. Bununla yanaşı, əlbəttə ki, burada qaydalara riayət olunmalıdır. Çünki elektron ticarət öz özündə hər hansı bir məsələnin ümumiyyətlə sərbəst gətirilməsinə demək deyil. Burada qaydalara riayət olunmalıdır. Yəni, bəyənetmə gömrük dəyəri düzgün bəyan olunmalıdır. Burada mütəmadilik prinsipi. Çünki bir çox hallarda bəzi vətəndaşlar bundan sui-istifadə etmə marağında olurlar. Çoxlu sayda malları şəxsi istifadə adı altında ölkəyə gətirirlər, nəticə etibarilə gömrük ödənişdən ödənilməsindən yayınırlar. Bunu olmasın deyə biz hesab edirik ki, biz biznesa bu haqda məlumatları verməliyik, veririk, onlarla görüş keçiririk. Artıq iyunun ayının 1-dən elektron ticarət vasitəsilə əldə edilən malların ölkə ərazisinə gətirilməsinin Smart Customs-a daxil olmaqdan sonra xüsusi belə yanaşmalar mövcuddur. Burada identifikasiya olmalıdır. Burada asan imza, SIMA, MyGov deməli tətbiqlər vasitəsilə həyata keçirilir. Burada həm şəffaflığı artır, həm də ki, eyni zamanda dövlətimiz tərəfimizdən bu sahədə yaradılmış güzəştli keçirmə qaydalarına riayət etmə səviyyəsini də artırır və burada da biz əminik ki, bu ticarət növündən istifadə edən şəxslər məhz özlərinin şəxsi istifadə etmə halında malları xarici ölkədən gətirəcəklər. Digər kommersiya halları olduqda isə onu adi qaydada bəyan edərək zəruri olan gömrük ödənişləri dövlət büdcəsinə ödəyəcəklər. Yəni bir nəfərin 3-4 dənə şəxsiyyət vəsiqəsini yığıb şəxsi istifadə adı altında ölkəyə mal gətirilməsi azalacaq ən azından. Çox təəssüf olur ki, bu hallar baş verir və biz bunun qarşısını alırıq və buna görə də bir çox hallarda gömrük orqanlarının adına da kritik mesajlar səsləndirilir. Amma gömrük orqanının əsas fəaliyyəti məhz gömrük nəzarətini həyata keçirməkdir. Yəni bizim başqa bir fəaliyyətimiz ola bilməz. Gömrük nəzarəti də məhz malların və məlumatların yoxlanması, onun identifikasiya etməsi və cəmiyyətimizin bir daha qorunmasını təmin etməsidir. Məlumdur ki, Gömrük Komitəsinin rəqəmsallaşdırılması istiqamətində gömrük sistemində də mühüm layihələr həyata keçirilir. Elektron bəyannamə, onlayn xidmətlər və digər rəqəmsal həllərin tətbiqi gömrük rəsmiləşdirilməsi proseslərində necə təsir göstərir? Bu sahədə yaxın illərdə hansı yeni texnologiyaların tətbiqi planlaşdırılır? Ümumiyyətlə, bizim texnoloji innovasiya işlərimiz bizim gündəlik müzakirə mövzumuzdur. Biz elə və bizim kollektiv elə bir həvəslə çalışır ki, məhz bu elektron tam rəqəmsallaşma mühitini tam ayət etsin. Biz vahid pəncərə prinsipinin, elektron vahid pəncərə prinsipinin rəqəmsal əsaslarda həyata keçirilməsindən ötəri iş aparırıq aidiyyəti qurumlarla, burada bir sıra dövlət qurumları bu sahədə iş aparırlar. Biz də bu prosesin iştirakçısı kimi düşünürük ki, vahid pəncərə sistemi rəqəmsal əsaslı, ümumiyyətlə bizim ticarət münasibətlərimizin, həm sahibkarlıq subyektlərinin maraqlarına birbaşa xidmət edir, onların proseslərin sürətləndirilməsinə, vaxtı-vaxtında məlumatlı olmasına və əməliyyatların tezləşdirməsinə, xərclərin azalmasına, vaxtın azalmasına və mənfəətin daha tez əldə edilməsi və istehlakçı ilə münasibətlərin daha, deyək ki, yaxşı, etibarlı formada təşkil olmasına xidmət edən bir rəqəmsal bir alətdir. Bu sahədə artıq işlərə başlanılmışdır və bizim yaxın perspektivdə onun tətbiqi, yəni tam
mənada tətbiqi iqtisadi artıma kifayət qədər təsir göstərəcək, ən azından dəstək göstərəcək və prosesləri sürətləndirəcək. Biz buna əminik və bu deməli iş həyata keçirilir. Dövlət rəhbəri tərəfindən, cənab prezident tərəfindən müvafiq sərəncam imzalanıb, tapşırıqlar verilibdir və bu sahədə mütəmadi işlər aparılır və biz bunun nəticələrini görəcəyik və dövriyyəyə, eyni zamanda tranzit daşımalarına da öz müsbət təsirini göstərəcəkdir. Bununla yanaşı sırf gömrük inzibатçılıqla əlaqədar məsələləri də nəzərə yetirsək, əlbəttə ki, bizim bütün proseslərimiz elektron əsaslı olmalıdır. Artıq bizim data əsaslı qərar vermə prinsiplərinə başlamışıq. Bizim əsas hədəflərimiz məhz onun ardıcıl olaraq formalaşmasıdır və nəticə etibarı ilə data, yəni məlumat əsaslı qərar vermə əsasında gömrük müasir modelinin tətbiq edilməsidir. Və bu sahədə biz həm beynəlxalq təcrübəni öyrənirik və burada biz xüsusilə də artıq süni intellekt məsələsinə nəzərdən keçiririk. Biraz əvvəl söylədiyim kimi, avtomatlaşdırılmış risk idarəetmə sistemində süni intellekt artıq tətbiq olunur. Bizim yaxşı bu sahədə nümunəmiz var. Bizim daxili kərgüzarlıq sistemimizdə süni intellekt tətbiq olunur. Bizim ümumiyyətlə rəqəmsal gömrük dəyərində özündə süni intellektin tətbiqinə başlayırıq və onu tətbiq edəcəyik. Eyni zamanda yoxlamaların, X-ray qurğularının istifadəsində süni intellektin istifadəsində və süni intellekt əsasında məlumatların təhlil edib və tranzit əməliyyatları, o cümlədən idxal əməliyyatları zamanı potensial riskin müəyyən olunmasından ötəri süni intellektin də özünü tətbiq edəcək. Bu hamısı bir-birindən bağlı olan, bir-birini tamamlayan bir proseslərdir. Ayrı-ayrılıqda əlbəttə ki, bunun hər birinin öz layihəsi var, amma ümumilikdə bu məsələlərini və nailiyyətlərimizi ifadə etsək, əlbəttə ki, daha müasir, çevik, hədəfə yönələn, tapşırıqları vaxtında icra edən, dövlət maraqlarını qorunan, dövlət rəhbərinin qarşımızda müəyyən olan vəzifələri layiqincə yerinə yetirməsini hər zaman təmin edən bir quruma çevrilmə istiqamətində işimizi aparacaq. Şəmməm, ötən ilin sonlarında Prezident İlham Əliyev etibarlı tərəfdar konsepsiyası ilə bağlı sərəncam imzaladı. Bu mövzuya siz az əvvəl toxunmuşdunuz. Mən istəyərdim bir qədər daha təfərrüatlarına varaq. Bu konsepsiyada nə nəzərdə tutulur, hansı işlər artıq həyata keçirilib və hansıları biz gözləyə bilərik ki, elə bax, bu ilin içində həyata keçiriləcək? Bu sahədə biz bir neçə məsələni nəzərə çatdırmaq istəyirik ki, əlbəttə etibarlı tərəfdaşlıq konsepsiyası hökumət, özəl sektor, dövlət özəl sektor arasında münasibətin yeni bir mərhələsidir, yeni bir formatıdır və bunun hüquqi əsasları, hüquqi çərçivələrini və institusional quruculuğunu müəyyən edən çox mühüm bir sənəddir və innovativ yanaşmanı da özündə etibar edən bir prosesdir. Bundan ötəri biz ilk növbədə Səlahiyyətli İqtisadi Operator İnstitutuna nəzər yetirməliyik. Doğrudur, bu Səlahiyyətli İqtisadi Operator mexanizmi ölkəmizdə mövcuddur, amma bunu təkmilləşdirmə məhz tərəfdaşlıq konsepsiyası əsasında olacaqdır. Əgər bunu daha sadə dildən desək, Səlahiyyətli İqtisadi Operator o deməkdir ki, etimad əsasında, qarşılıqlı dialoq əsasında və qarşılıqlı məlumat mübadiləsi əsasında burada etimad əsasında, könüllü rəy etmə əsasında bəzi funksional fəaliyyətləri, hansı ki, əməliyyat xərclərini yaradır, prosesləri vaxtına vaxt uzatmır, əslində vaxt tələb edir, əslində qalsa vaxt tələb edir və bu cür əməliyyatların gömrük orqanlarından Səlahiyyətli İqtisadi Operatora ötürülməsi mexanizmi nəzərdə tutulur. Bununla da biz Səlahiyyətli İqtisadi Operatorun proseslərdə daha maraqlı olması və tez bir zamanda bu proseslərin texniki məsələlərin həll edilməsindən başlayacaqlar və onu həyata keçirəcəklər, öz xərclərini azaldacaqlar, bir daha idarə etməsinin resurslarını düzgün bölüşdürəcəklər. O cümlədən bu bizə də fayda verir və biz gömrük əməkdaşlarının fəaliyyətini lazımı olan, daha bizim üçün prioritet sayılan, daha çox, belə deyək ki, həssas məsələlərin həllinə və yaxud nəzarət etməsinə yönəldə biləcəyik. Çünki bir çox hallarda biz əməkdaşların fəaliyyət bölgüsünü və işlə təmin etmə məsələlərini nəzərdən keçirdikdə bəzi zaman daha lazımlı sahələrdə əməkdaşlara ehtiyac duyuruq. Ona görə burada bizim gömrük əməkdaşlarının özünün də fəaliyyətinin təkmilləşdirilməsinə xidmət göstərəcək, iş yükünün daha düzgün müəyyən olmasına təsir edəcək, müsbət mənada. Bundan yanaşı, Səlahiyyətli İqtisadi Operatorun digər üstün tərəfi ondan ibarət olacaqdır ki, burada deməli, gömrük dəyərinin müəyyən edilməsində, ümumiyyətlə gömrük ödənişlərinin ödənilməsində də burada bəzi üstünlüklər əldə edəcəklər. Birinci növbədə gömrük dəyərinin hesablamasında onlar düzgün məlumatlar verəcəklər, onlar
təlimlər keçəcəklər və eyni zamanda bizim həm idxalçılar üçün və ümumiyyətlə sərhədli iqtisadiyyat üçün və idxal əməliyyatların biraz əvvəl də sual verilmişdir o barədə ki, hansı alətlər var. Burada 2 pilləli buraxılış sistemi. Əgər bunun mənasına nəzər yetirsək, 2 pilləli buraxılış sistemi o deməkdir ki, müəyyən etibar əsasında müəssisənin risk profilinin, yəni ki, risk halları olmadığı halda, etibarlı profili olduqda onun gömrük ödənişlərinin bir müddət sonra ödənilməsinə imkan yaradacaq. Bu, eyni zamanda artıq biz buna başlamışıq, sözün düzü, praktik nöqtəyinizdən adıcıl başlamışıq, amma bunu daha mükəmməl səviyyəsində etibarlı tərəfdaşlıq konsepsiyası çərçivəsində eləyəcək. Yəni ki, idxal olunan malların ölkəyə dərhal gömrük ödənişlərinin ödənilməsi deyil, bir müddət sonra, yəni 30 gün müddəti ərzində ödənilməsi üçün imkanlar yaradılacaq. Bu da dövriyyədə və olan malların satışının və maliyyə, belə deyək ki, idarə edilməsinin, maliyyə rüsuslarının müəssisələr tərəfindən lazım olan sahədə istifadə edilməsinə və gömrük orqanlarına əldə edən gəlirlərdən və yaxud mənfəətdən və yaxud digər fəaliyyətdən, aktivlikdən gömrük ödənişlərinin ödənilməsi imkanları yaradır, çeviklik yaradır. Bir sözlə, bu cür hallar tərəfdaşlıq konsepsiyası əsasında olacaq. Eyni zamanda tərəfdaşlıq konsepsiyasının əsasında bizim güvənimiz bir-birimizə daha da artacaq. Biraz əvvəl söylədiyim kimi, hüquqa zidd əməllərin qarşısının alınmasında da tərəfdaşlıq mühiti, yəni etimad mühiti buna dəstək verəcək. Yəni bir-birimizə dəstək göstərməklə. Çünki məlumatlar daha çox biznes nümayəndələrində olur. Onların ticarətini ilə əlaqədar, ənənəvi fəaliyyət sahəsində baş verən proseslərlə daha çox məlumatda olurlar. Çünki xüsusiləşmiş bir sahələrdə fəaliyyət göstərirlər. Ona görə bu məlumat mübadilələrinin vasitəsilə də biz qeyri-legal daşımalara qarşı mübarizə aparacağıq. Bir sıra digər üstünlüklər olacaq. Bizim ixrac əməliyyatlarında ixrac dərhal buraxılış prosesi təmin olunacaq. Yəni ki, ixracın təşviq edilməsindən ötəri dərhal buraxılış baş verəcəkdir. Yəni artıq Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsulları və yaxud sənaye məhsulları xarici bazarlara getməkdən ötəri etibar əsasında, etimad əsasında ondan yoxlamağa ehtiyac qalmayacaq. Çünki Azərbaycanda istehsal olunubdur. Hər zaman biz onu yoxlama imkanımız olduğuna görə məhz nəqliyyat vasitəsində yükləmə prosesində iştirak etməyəcəyik və onun buraxılışını təmin edəcəyik. Bu da nəqliyyat vasitəsinin fiziki yoxlamasına məruz qalmayacaq. Bilirsiniz ki, bizim həmkarlarımız bu məsələlərdə toxunublar, çeli məkanda bu ifadələri səsləndiriblər. Yeni nailiyyətlər haqqında və cənab prezident tərəfindən imzalanmış yeni biznesə dəstək verən ixrac əməliyyatları barədə fikirlərini səsləndirib. Sadəcə mən bir daha da öz tərəfimdən də qeyd etmək istəyirəm ki, ixrac əməliyyatlarının deməli səmərəliliyinin artırılmasından ötəri bir sıra güzəştlər də müəyyən olubdur. Burada həm logistika əməliyyatları zamanı xərclərin qaytarılması, o cümlədən də gömrük orqanlarına aid edilmiş məsələlərdə gömrük yığımlarının geri qaytarılması. Burada Azərbaycanda istehsal olunan malların xarici ölkələrə ixracını nəzərdə tutulur. Bu da biznesə dəstəkdir. Bir sözlə bütün bu məsələlər və gələcək perspektivdə bizim tərəfdaşlıq konsepsiyası arasında fəaliyyətimiz daha mükəmməl mühiti yaradır, əməkdaşlıq mühitini, biznesin işgüzar maraqlarının ödənilməsindən ötəri bizim gömrük alətləri tətbiq olunur. Şahin müəllim, biz elə biznesdən danışmışkən, bu sahibkarlar zaman-zaman bəzi gömrük prosedurlarının əlavə vaxt tələb etməsi ilə bağlı fikirlər səsləndirirlər. Biznes nümayəndələrinin bu istiqamətdə qaldırdıqları məsələlər daha çox hansı sahələrə aiddir və həmin problemlərin həlli üçün hansı addımlar atılır? Yəni, sahibkarların təklif və müraciətlərin öyrənilməsi, onların problemlərin operativ həlli üçün hansı mexanizmlər fəaliyyət göstərir? Bu məsələlər gömrük orqanları qarşısında qaldırılır. Birinci növbədə mən bu fürsətdən istifadə edərək biznes nümayəndələrinə, sahibkarlıq subyektlərinə üst tutaraq qeyd etmək istəyirəm ki, bizim partnyorluq, yəni tərəfdaşlıq imkanlarımız, əlaqələrimiz genişlənməlidir. Ona görə Azərbaycan da fəaliyyət göstərən bütün gömrük orqanlarında xidmət strukturları yaranıbdır, əsas gömrük idarələrində. Bu xidmət strukturlarının yaranması məhz biznesin qarşılaşdığı problemləri dinləmək, onları yerində həll etmək və eyni zamanda gömrük orqanlarının inzibati binalarında bu xidmətlər yaranıbdır. Çünki proseslər, gömrük rəsmiləşdirməsi, gömrük nəzarəti məhz gömrük orqanlarının yerləşdiyi yerlərdə, postlarda və yaxud idarələrdə baş verir. Ona görə birinci mənbədən bu proseslərə dərhal müdaxilə etməkdən ötəri belə xidmət şöbələri yaradılıbdır. Bizim təhlillərimiz göstərir ki, xidmət şöbələrinin fəaliyyəti nəticəsində və vətəndaşları, o cümlədən sahibkarlıq subyektlərinin qəbul edilməsi vasitəsilə biz yaranan
sualların aradan qaldırmasına nail oluruq. Düzdür, şikayətlər olur. Bu şikayətlərin bəziləri nəzərdən keçirmək üçün vaxt tələb olunur. Çünki burada müxtəlif sənədlər tələb olmalıdır, gömrüklərin təmin olunmasına ötürü. Buna vaxt sərf edilir. Bəzi zaman bunu biznes başa düşmür və yaxud sənədləri təqdim etmək istəmir. Bir çox hallarda olur. Burada biz əlbəttə ki, ilk növbədə çalışırıq ki, bütün bu məsələləri izah edək. Amma ümumilikdə nəzər yetirsək, bizim gömrük orqanlarına edən müraciətlərin və yaxud şikayətlərin sayı kifayət qədər azalıbdır. Bu statistikada da var. Bizim aparılan yoxlamalarda, sorğularda da və digər yerlərdə göstərilir. Bu yaxınlarda biz, nümunəni deyim, bir şirkətin bizə verdiyi müraciət əsasında bizim baxılma müddətimiz keçdiyinə görə biz hesab etdik ki, bizim qərarımız vaxtı ötübdür. Ona görə biz bu qərarın deməli dəyişməsi üçün belə yanaşmanı göstərdik. Yəni biznesin haqlı olduğunu düşünürük və hesab edirik ki, bu qərar bu sayədə olacaq. Yəni bir çox hallarda gömrük orqanlarının qərarın doğru olduğunu, hətta məhkəmə instansiyasında da bunun təsdiq olduğunu biz görürük. Çünki burada qarşılıqlı iddialar olsa da son nəticədə bu məhkəmə instansiyasında bu qərar var. Əlbəttə ki, biz bunu məhkəmə instansiyasına qaldırmaq istəmirik. O səviyyədə çatdırılmasını düşünürük ki, bu vaxt tələb edir. Ona görə biz ictimai şurada biz bunu nəzərdən keçiririk. Həm gömrük orqanlarında, eyni zamanda bizim növbəti alətlərimizdən biri sorğuların həyata keçirilməsi vasitəsilə. Artıq bizə bir platforma yaratmışıq. Hər il 2 dəfə biz birinci yarımillikdə və ikinci yarımillikdə biznes subyektlərinə, onların şəxsi hesab səhifələrinə sorğular göndəririk. Yəni sorğular ondan ibarətdir ki, onların qarşılaşdığı problemlər nədən ibarətdir, hansı suallar var, resursların sərf olunmasından ötəri, yəni onların ixal və yaxud ixrac əməliyyatları üçün cəlb olunacaq gömrük prosedurlarına dair məsələləri həll etməkdən ötəri əvvəldən onlarla bir sorğu-sual aparırıq və bu da bir gözəl bir metoddur və nəticəsi görürük ki, əhəmiyyətlidir. Çünki bizim şikayətlərlə yanaşı çoxlu sayda müraciətlər var ki, bizim gömrük fəaliyyətindən öz məmnunluqlarını bilirlər. Yəni yerlərdə çalışan idarələrdən söhbət gedir. Eyni zamanda biz gömrük biznes forumunu mütəmadi əsaslarda keçiririk. Artıq biz növbəti 4-cü gömrük biznes forumuna ilin sonunda keçirəcəyik. Bu böyük bir spektr əhatə edir. Bütün biznes dairələrini, yəni istehsal sahələrini, idxalı, ixracı, tranzit əməliyyatlarında iştirak edən logistika şirkətlərini, eyni zamanda ticarət deməli komitələri ilə də, yəni şuraları ilə də Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə də, onların cəmiyyətləri ilə də biz görüşlər keçiririk mütəmadi əsaslarda və bizim əsas hədəfimiz qarşılıqlı məsələləri müzakirə etmək, açıq gömrük münasibəti sərgiləmək və bu münasibətlər əsasında ancaq həm biznesə dəstək göstərmək və nəticə etibarən gömrük orqanlarına həvalə edilmiş vəzifələr əsasında dövlətimizə xidmət etməkdir. Şahin müəllim, daha çox hansı sektor nümayəndələri sorğu göndərirlər, daha çox şikayət bildirirlər? Şikayət daha çox hardan gəlir? Bəli, daha çox hardan gəlir? Bəli. Biz onu klassifikasiya etsək, müxtəlif sahələrdən ola bilər. Bu konkret bir sahə deyil. Daha çox deyək ki, burada şikayət gömrük dəyərləndirilməsi ilə bağlı məsələlər olur. Əgər şikayətin növünə baxsaq. Burada indi mən hansısa bir xarici ölkələrdən adlarını çəkməyəcəm, amma yəni çünki şikayət və yaxud müxtəlif ölkədən gələn mallar da ola bilər. Ona görə mənim ifadəm hər hansı bir qeyri-dəqiq bir məna kəsb edər. Ona görə şikayətlər əsasən deyək ki, çoxlu adda mallar olanda onun dəyərləndirilməsində olur. Bu zaman deməli tətbiq olunan ənənəvi üsuldan, illər əvvəl ənənəvi üsuldan, müasir əsasda gömrük dəyərləndirilməsi metodikasının tətbiq edəndə bu üsullarla bağlı olur. Burada biz nəyə düşünürük? Artıq gömrük orqanları fəaliyyətində gömrük dəyərləndirilməsi mexanizmində həm malların daşınmasına sərf olunan xərcləri də nəzərə alınır. Eyni zamanda xarici ölkələrdə istehsal qiymətlərinin, o formalaşan qiymətlər əsasında verir. Auksion qiymətləri, gömrük dəyərinin formalaşması üçün istifadə olunan digər deməli elementləri biz nəzərə alırıq. Bu zaman biznes bu haqda bəzi hallarda məlumatda olmadığına görə şikayətlər verirlər. Bu normal bir hal düşünürük ki, çünki biz gömrük orqanı özü inkişaf edir və metodologiyalarını inkişaf etdirir. Buna yanaşı tətbiq olunan sahədə biznes sahibkarlıq subyektləri də, onların da inkişafına bəzi hallarda zərurət yaranır və biz qarşılıqlı olaraq bir-birimizi məlumatlandırmaqla bunu edirik. Və qeyd etdiyimiz kimi, əgər konkret olaraq şikayətlər çoxlu adlı mallar olanda, dəyəri düzgün formalaşdırılmamış ölkələrdən gələn daha ucuz qiymətinə ixrac olunan mallarda
əsasında olur. Çünki dəyər bizdə metodologiya əsasında müəyyən olunacaq. Bunun haqqında müvafiq qərarlar da mövcuddur. Yəni ölkə Dövlət Gömrük Komitəsi öz ilində bunu müəyyən etmir. Bu bir şikayət pozisiyasıdır, olur. Digər tərəfdən klassifikasiya, yəni təsnif etmə məsələləri olur. Çünki burada da malların təsnif etməsindən ötəri xüsusi biliklər olmalıdır. Çünki əgər bir malında sərf olunan materiallar əsasında onun əmtəə kodu müəyyən olunur. Bu beynəlxalq konvensiyalar əsasında formalaşır və burada bəzi hallarda biznesin bu sahədə geniş məlumatı olmadığına görə bu və digər malın, oxşar malın eyni dəyərlə və yaxud eyni formada rəsmiləşdirməsini nəzərdə tutur. Ancaq bu əslində elə deyil. Çünki ona sərf olunan materialların xüsusiyyəti, texniki və kimyəvi xüsusiyyətlərin asılı olaraq bir mal eyni xüsusiyyətli mallardır, amma fərqlənə bilər. Bu nöqtə nəzərdən də təsnif etmədə də fərqli olar. Yəni materialın örtüyündən və digər haldan asılı olaraq. Bir məsələni də xüsusilə getmək istəyirəm ki, malların təsnif edilməsi məsələsi dediyim kimi ikinci spektr məsələdə hardakı şikayətlər bəzi hallarda daxil olur. Buna ötəri də biz kifayət qədər irəli getmişik. Bizim artıq elə bir mütəxəssislərimiz var ki, Ümumdünya Gömrük Təşkilatının ekspert siyasətine daxil olub, özləri başqa ölkələrdə təsnif etmə məsələləri ilə məşğul olurlar. Bunu izah edirlər başqa ölkələrin həm gömrük xidmətinə, həm də lazım olanda biznes nümayəndələrine. Şikayətlər bəzi hallarda bizim fiziki şəxslər tərəfindən olur, hansı ki sərhədləri keçir. Nəzərə almaq lazımdır ki, bizim əsas işimiz gömrük yoxlanmasının ümumiyyətlə keyfiyyətli sürətdə tətbiq. Gömrük yoxlanmasını etməkdən ötəri mütləq qaydada gömrük orqanı vətəndaşa sorğu etməlidir. Təbii ki, çalışırıq ki, bunu məlumatların əvvəldən əldə etmək vasitəsilə həyata keçirək. Amma bir halda vətəndaşın özündən keçirdiyi deməli, bagajında bu və digər yoxlamalar aparmaq lazım olur. Yəni, baxış həyata keçirmək olur. Buna narazılıq bildirilir. Amma burada qeyri-adi bir məsələ deyil. Çünki bütün ölkələrdə biz görürük ki, gömrük orqanlarının işi bundan ibarətdir ki, yoxlasın. Əgər heç bir məsələ yoxdursa, əgər daşınan bagajın içində hər hansı bir qeyri-qanuni daşınan bir predmet yoxdursa, onu gömrük orqanına təqdim etmək etirazla qarşılanmamalıdır. Məhz bu etirazlar bəzi hallarda şikayət formasında bizə daxil olur. Ümumiyyətlə, bizim beynəlxalq hava limanı ilə sərnişinlərin daşınması məsələlərində nəzər yetirsək, kifayət qədər çoxlu milyonlarla insanlar ölkə arasında hərəkət edirlər, gəlirlər, gedirlər. Əgər narazılığa baxsaq, az sayda narazılıqlar var. Bir çox hallarda da biz yoxlanışlar nəticəsində vətəndaşlar tərəfindən keçirilən qızıl zinət əşyalarını müəyyən edirik, dərman vasitələrini edirik, psixotrop maddələri müəyyən edirik, hətta mərmiləri müəyyən edirik, silahın komponentlərini müəyyən edirik. Bunlar hamısı gömrük orqanlarının nəzarətində olmalıdır, yoxlamalıdırlar. Bu hallarda da bəzi hallarda şikayət olunur. Amma bir daha qeyd etmək istəyirəm ki, biz burada heç də özümüzə bəraət qazandırmaq istəmirik. Ən etik səviyyədə biz sadəcə bunu yoxlamanı təmin etməliyik. Bu bizim vəzifəmizdir, borcumuzdur. Bunu etməliyik. Amma eyni zamanda bizim də yoxlamanın aparılma qaydalarına riayət etməni anlayışla qəbul edilməsində xahiş edirik. Şəməm, yaxın dövrdə yeni dövlət sərhədindən buraxılış məntəqələrinin açılması nəzərdə tutulurmu? Azərbaycan suverenliyini tam bərpa etdikdən sonra artıq yeni dövlət sərhədlərimiz var. Ağbəndin adını çəkdiniz, amma ondan əlavə nələrsə açıla bilərmi yeni? Təşəkkür edirik. Biz çox xoşbəxt bir insanlarıq ki, bu müasir Azərbaycanda bu tarixini yaşayırıq. Tam suveren bir dövlət kimi, tam suveren dövlətin bir vətəndaşları kimi öz fəaliyyətimizi dövlət üçün göstəririk, xidmətlərimizi göstəririk və göstərməliyik. Gömrük nöqteyi nəzərdən bu məsələ Ağbəndlə keçid məntəqəsi ilə dövlət sərhəd buraxılış məntəqəsinin üzrə işlər aparılır. Bu haqda biz söylədik. Eyni zamanda Gürcüstanla bağlı bizim layihələndirmə işimiz var və biz hökumət səviyyəsində bu işi nəzərdən keçiririk. Yəni hökumətimiz bu sahədə müəyyən bir tapşırıqlar verir bizə. Burada Gürcüstanla yeni keçid məntəqəsinin açılması, ondan ötəri ilk növbədə əlbəttə layihələndirilməsi işi aparılmalıdır ki, biz onu aparırıq. Daha sonraki mərhələdə tikintisinə baxacaq. Bu müasir keçid məntəqəsi olacaq, birgə nəzarət olacaq. Yəni daha sadələşdirilmiş Gürcü gömrük xidməti və Azərbaycan gömrük xidmətinin yaxın bir məsafədə, məkanda nəqliyyat vasitəsində eyni anda yoxlama belə qabiliyyəti olan bir keçid məntəqəsi olacaq. Bu həm vaxtı azaldacaq, həm nəzarət keyfiyyəti artacaq, həm qeyri-qanuni potensial riski
daha tez müəyyən etmə imkanı əldə edəcək, sürətə xidmət edəcək və nəqliyyat vasitələri üçün bir seçimlər veriləcək. Yəni bir neçə keçid məntəqəsinin keçməsi. Bu mühüm məsələdir. Bizim ölkəmizdə bu sahədə işlər aparılır və keçid məntəqələrinin sayının artırılması üzrə davamlı deməli tapşırıqlar verilir. Yəni zəruri hallarda biz bu sahədə dediyim kimi Gürcüstanla İpək yolu Abrasumi Qıza keçid məntəqəsinin üzərində iş aparırıq. Daha sonraki mərhələdə qarşımıza hər hansı bir məsələ qoyulduqda əlbəttə ki, bu üzrə iş aparacaq. Yaşıl dəhliz və digər sadələşdirilmiş gömrük prosedurları ticarətin asanlaşdırılması baxımından mühüm alətlərdən hesab olunur. Bu sistemin tətbiqi sahibkarların fəaliyyətini necə, hansı üstünlükləri qazandırır və bu imkanlardan istifadə edən şirkətlərin sayında hansı dinamika müşahidə edilir? Yaşıl dəhliz konsepsiyası, yaşıl dəhliz əsasında biznesə yaradılan imkanlar göz qabağındadır. Buna çox maraq var və biznes buna davamlı olaraq müraciət edir. Müəyyən kriteriyalara, risk parametrlərinə olmayan, yəni riskləri olmayan müəssisələr üzərində bu iş aparılır və qarşılıqlı belə ki, müzakirələr əsasında bizneslə yaşıl dəhliz buraxılış sistemini həmin şirkətlərə verilir. Ümumilikdə son deməli rəqəm 774 müəssisə bu barədə yaşıl dəhliz imkanlarını əldə edib. Bundan 286-sı ixrac istiqamətli olan müəssisələrdir, qalanı isə idxal istiqamətində olan müəssisələrdir ki, yaşıl dəhlizdən istifadə olunurlar. Bir daha qeyd etmək istəyirəm ki, yaşıl dəhliz əlbəttə ki, biznes üçün çox əhəmiyyətli bir prosedurdur və onların imkanlarını genişləndirir, vaxtı azaldır, əlavə yoxlamalara ehtiyac olmur, amma burada riayət etmə qabiliyyəti də həm deməli qaydalar da olmalıdır və daha sonraki mərhələdə tərəfdaşlıq konsepsiyasına əsasən yaşıl dəhlizin özünün də inkişaf etdirilməsi, səlahiyyətli iqtisadi operator formasında fəaliyyət göstərməsindən ötürü bizim təşəbbüslərimiz mövcuddur və bu sahədə biz hesab edirik ki, yeni alətləri məhz tərəfdaşlıq konsepsiyası çərçivəsində biznesə təqdim edəcəyik. Şənmən, vaxtınızı aldıq. Sizə müsahibəyə görə təşəkkür edirəm, maraqlı söhbətə görə təşəkkür edirəm. Vericə də həm öz adımdan, həm həmkarım adımdan fəaliyyətinizdə uğurlar arzulayırıq. Sağ olun, çox sağ olun. Çox sağ olun.